Şagirdlərin sevimli mövzusu trigonometriya mövzusundan imtahanlara ən çox düşən sual tipinin izahına baxaq. Sualda görürük ki, sürətdə yazıb kosinus kvadratı 46. Əsas trigonometrik eyniliyi yadımıza salsaq, deyə bilərik ki, sinus kvadratı alfa üstəgələk kosinus kvadratı alfa bərabərdir 1-ə. Buradan biz kosinus kvadratı alfanı tapmaq üçün 1-dən sinus kvadratı alfanı çıxmalıyıq. İndi bu qaydanı burada sürətə tətbiq etsək, kosinus kvadratı 46-nın yerinə 1 çıxaq sinus kvadratı 46 yaza bilərik. Məxrəc öz yerində çıxaq kosinus 44. Daha sonra burada sürətdə gördüyümüz ifadədə 1-ə 1-in kvadratı kimi yanaşsaq, müxtəsər vurma düsturu alınır, kvadratlar fərqi. İndi ona açaq. Bir dəfə 1 çıxaq sinus 46, bir dəfə də 1 üstə gələk sinus 46. Məxrəc də yenə öz yerində. Daha sonra çıxaq kosinus 44 dərəcə. Buradan 1 çıxaq sinus 46-lar ixtisar olunur. Əlimizdə qalır 1 üstə gələk sinus 46 dərəcə. Çıxaq. Burada da kosinus 44-ü çevirmə düsturundan istifadə etsək, 90-dan 44 çıxanda ad dəyişir, sinus 46 qalır. Sinus 46-lar da islah oldu və cavabımız 1. B variantı.